Assalamu alaikum. Hər kəsə Allahın adı ilə salamlayıram. Bu günlər mən sizə din haqqında məlumat danışacağam. Onda başlayaq. Bismillah. Yedik, içdik, Rəbbimizə çox şükür. Bildiyimiz kimi dünyanın bir çox yerində ac insanlar vardır. Bəzi uşaqlar yemək tapmadıkları üçün yeriməyə başlamadan acılıqdan ölürlər. Atalarımız bizim ehtiyaclarımızı qarşılamaq üçün, analarımız evin səliqə-səhmanı üçün çalışır və bizə çeşidli yeməklər bişirmək üçün mətbəxdə saatlarla işləyirlər. Buna baxmayaraq yemək bəyənməyən uşaqlar var. Halbuki o yeməklər nə zəhmətlər bahasına meydana çıxır. Ona görə də yeməyə əvvəl bəsmələ ilə başlamalıyıq. Yeməkdən sonra da Allaha şükürlə dua etməliyik. Ey bizi yedirən, içirən və yaşadan Rəbbim, verdiyin nemətlərə həmd olsun. Bizə xeyirli ömürlər və halal nemətlər bəxş et. Can sağlığı ver deyərək yeməkdən sonra dua etməyi vərdiş halına gətirməliyik. Salam aleykum.